Deməli, 10-cu sinifə baxaq. Birinci yenə xahişimiz kanala abunə olmanızdır. Əvvəl sözü harda qoşma kimi işlənmişdi. Baxaq əvvəl dan dəndən əvvəl qoşulurdu ümumiyyətlə. Ona görə bir dənə baxaq harda var. Sizdən əvvəl yaranıb. Deməli, nə zaman? Sizdən əvvəl. Sonra nə sözü əvəzlik kimi, sual əvəzliyi kimi işlənib deyir. Baxaq nə çəkdiyini, nəyi çəkdiyini, deməli bu sual əvəzliyidir. Sonra nəyin lazım olduğu burada sual əvəzliyidir. Nə qəribəçi bu ədatdır. Nə o, nə bu. Nə işləməkdən əl çəkdi, nə də ümidini. Bu da bağlayıcıdır. Deməli, bir dənə qaldı nə? Baxaq. Hər nə istəsəz olmur. Nə sözü ədat kimi. Elə bu idi da. Ədat kimi işlənəni istəyirsən. 1 AC, 2 də Y. Deməli, doğru cavab C variantı. Yalnız digərləri ilə eyni köklü olan. Eyni köklü olmaq üçün birinci qayda budur. Bax, düzəltmə olmaq. Deməli, ucanı çıxdıq. Qapını çıxdıq. Sonra nəyə çıxar? Ləkəni çıxdıq. Düzdürmü? Oynamaqla oyunun heç bir əlaqəsi yoxdur. Deməli, doğru cavabımız nə oldu? C variantı. Hamısı tikməklə bağlıdır. Bir leksik, bir qrammatik şəkildə baxaq. Soyuq, soyuq, soyuqluq, dur. 2 leksik var. Yuxu, yuxulayır. Bir leksik, bir qrammatik. Üz, üzlə, üzlətmək. 2 leksik, bir qrammatik. Zənginlik də olmaz. Leksik şəkilçi yoxdur. İstə, istək var. Bağışla sözü sadədir. Unutmayaq. Bağışla əlaqəsi yoxdur. Leksik şəkilçi yoxdur. Bir dənə qrammatik var. 1, 3, 6. Yox, 2, 3, 6. Doğru cavabımız nə oldu? C variantı. Deməli, yalnız əsas nitq hissəsi kimi, yalnız həm əsas, həm köməkçi olanlara da bir baxaq. Məsələn, Y variantı yalnız əsas olur. Bunu çıxdıq. C variantı yalnız köməkçi olacaq. Sonra bir düz. Bu həm əsasdır, həm köməkçidir. B bura gəldi. Sonra D-yə baxaq. D də bura gəlir. Onda bura çıxır ki, bəri gör doğru. Həm əsasdır, həm köməkçidir. Baxaq cavab nə olur? D, B. 3C-dirmi doğru cavab? Yəqin ki, bəli. Sonra keçən suala baxmaq lazımdır. 32. Baxın, burada bizdən kəmiyyət deyirsə, sayının artmağına görə fərq deyir. Vaxtaşırı qovun. Burada say artmağı yoxdur A variantında. B-də də yoxdur. C variantında da görmədim. Şərait bura Y gəlir. Elə bir dənə cavab budur deyəsən. Bəli, elə budur. Çünki Y artırılır. Onu istəyirdi. Antonim yoxdur. Qara, ağ. Sonra dayaz, dərin, zahiri, daxili, düşmən, dost. Burada çaşdırıcı nədir? Kiçik doğrudur, amma böyük olmaq feildir. Ona görə biz demişik ki, eyni nitq hissəsi olmalıdır. Fərqli nitq hissəsi antonim ola bilməz. Başqalarına çox şey bağışla, özünə heç nəyi bağışlama. Nümunə ilə deyilə bilməz. Baxaq. Sifət ismə aid qrammatik şəkilçi qəbul. 3 dənə başqalar. Bu əvəzlikdir. Uşaqlar çox çaşır bunu. Yalnız inkar ədatı var. Onun inkar ədatı çox şey bağışlayır. İnkar ədatı yoxdur axı burada. Buradakı heç nə əvəzlikdir. Deməli, doğru cavabımız elə B-dir. Sonra qaranlıq işığın yoxluğundan kölgə işığın fikirləri tap deyir bizə. Baxaq. Bir mücərrəd isim var deyir. Qaranlıq, çoxluq. Yox, bu səhvdir. Yenilik üzrə çıxışlı halda olan isim yoxdur deyir. Doğrudur. Çıxdıqdan sonra burada feil olaraq. Qoşma və bağlayıcı var deyir. Dünya ancaq insanı bu ədatdır. Hənirtisi ilə qoşmadır.
Bu da səhvdir. Doğru cavabımız 2, 3'dür. Y variantı. Sifət səbəb eyni sualı ədalətsiz rejim hansı, necə rejim? Ədalətsiz yıxmaq, necə yıxmaq? Feillərin hamısı məlum növdədir. Baxaq da, bir baxaq. Yaratdığı məlumdur. Sonra köçürülmək isə məlum deyil, axı şəkilçisi də var. Bütövləşmək, bu doğrudur, şəkilçidə yoxdur. Başqa harda? Dağılmaq da sadədir. Deməli, bu məlumdur. Sonra qurmaq, qurulmaq. Kim qurub bilmirik. Ona görə 3 olmaz. 4-ə baxaq. Dağılmaq sadədir. Çıxa bilmədi, şəkilçi yoxdur. Mürəkkəbdir. Deməli, 2, 4, C variantı. Düşünürük ki, bu da. Ümumiyyətlə, bu sınaq asan olmuyor. Çətin idi. Suallara baxmamışam. Oxuda bilməz fikri mətndə daha çox nəyi ifadə edir? Təhsilə qarşı cəmiyyət üçün təhlükəli. Bir dəqiqə. Maddi imkanları dəyişilə inamsız olar deyə düşünürəm. Bir də öz həyatda yalnız. Yəqin ki, B variantı, yəni maddi imkanlardan danışır. Bəli. Öz əksini tapmırdı. Paxıllıq hissi inkişafa manedir. Yəni, bu var idi, bəli. Sonra maddi imkanlar oxutmaq çətin idi, bu da var idi. Demək ki, 4'ü çıxaq. Olur D variantı 1, 3, 5. Sonra həyat yoldaşını Fatimə oğlunu tək başına böyüdür. Molla İbrahim Yaqub Veysənin fikri ilə razılaşırsa da yox, belə şey yoxdur. Qadın hüququ demək olmaz. Bu da gələcəyə aid ümidli idi. 1, 4, C variantı olacaq. Sonra buradakı sualda yıxmaq məcazi mənadadır. Başını da, o birisi də həqiqi mənadadır. Birinci həqiqətən yerləyir başını. Sonra nə demək olar? Devirmək mənasındadır, yıxmaq mənasında. Sonra bir də yırğalayır da həqiqətən başını yırğalamaq mənasındadır. Bu da doğrudur. O nitqindən görürük ki, biz xalqın problemlərinə biganə deyil, bəli. Bir də köhnə fikirlərə mane, inkişafa mane onların dəyişməsini istəyir. Bir də kəndin danışığından belə söz görmək olmur. Nitqini deyir axı. Müharibədə böyük igidliklər göstərsə də danışmağı sevmir. Belə bir şey yoxdur. 1, 4, C düşündüm burada. Sonra Fatimə ictimai fikirdən asılı olmur. Yəni heç kimin bir də mətnə baxıb alıb. Nə idi? İctimai fikirdən, yəni kimin nə deyəcəyini düşünmürdü. İnsanlar onun haqqında ikili düşüncələr var idi. Bunları yaza bilərdiniz. Əsaslandırma, yəni bəziləri deyirdi belə, bəziləri deyirdi elə, necə oxudacaq və s. Yəni cəmaətin sözünü vecinə almırdı. Bunlar yəni mövcud imkanları dəyərləndirir. Bu əslində o bir yerdə düşmüşdüm. Səhv kimi götürmüşdüm. Mövcud imkan, yəni dərdən qabıqdan çıxıb, belə deyək də, əziyyət çəkib uşağını oxutdur da. Demək olar. Əziyyət çəkib oxudur. Mövcud imkanları, yəni başqa bir söz ağlıma gəlmədi açığı. Mətndə altından xətt çəkilmiş, uzaqda zurna səsi xoş gəlir. Yəni demək asandır, eləmək çətindir. Bu tipli şeylərdə demək, eləmək məsələsi. Demək asandır, eləmək isə çətindir. O cür düşünməliydik. Molla İbrahimə görə müsbət haldır, uşağı təhsilə göndərmək, nə bilim, təhsilin alınmasından bağlı, təhsil almaq, nə bilim, oxutmaq, bu tipli şeylər. Mənfi haldır, orada yıxmaq var idi. Bax, onu yazsaz bəs eləyir. Yəni,
bir nəsə eləyən deyə yıxmağa çalışırlar. Onu yazsaq doğrudur. Dərdən qabıqdan çıxmaq, yəni əziyyət çəkmək mənasındadır. Sonra öhdəsindən gəlmək bacarmaqdır. Təbii ki, sinonimlərini yaza bilərdiniz. Bığlarını çeynəmək də əsəbləşmək mənasındadır. Molla İbrahim uşaqların təhsili hansı məqsədlə kömək lazımdır? Uşaqların təhsilində hansı məqsədlə? Bax, deyir ki, məmur görən kimi bükülürük. Yəni, məmur söhbətini yazmaq olardı. Gələcəkləri inkişaf yaxşı olsun deyə, gələcək yaxşı olsun deyə. Bir də burada deyir ki, bir dəqiqə. Həm də deyir ki, oxuyub adam olsun deyir. Nəvələrimiz də olsa görəcəklər. Baxın, deyir. Kibrit oğullarımız, nəvələrimiz, kəndimiz görəcək. Bax, belə xoş günlər deyir də. O gün, oğul, gün dediyinlər gəlib keçər. Kimsə görər. Yəni, belə yaxşı işlər, xeyirli iş görmək məqsədi ilə. Başqa nə demək olar? Belə, bu fikirləri yazsaq doğru olacaq. Sonra Pigmalion effektinə baxaq. Pigmalion nə idi? Bu suallara mən birbaşa baxıram. Baxaq, mətndə həqiqi mənada, məcazi mənada fərqli mənasını tapaq. Üzərində rəqəm yazılmış sözlər. Deməli, məktəbin bilinə gəlirlər. Bu həqiqi mənadadır. Burası doğrudur. Həyat nişanəsi gəldi. Bu da doğrudur. Problem yoxdur. Ulduz sözü ikinci. Sinfin ulduzu məcazi mənadadır. Musiqinin heç bu da məcazidir. Burada artıq gerçək olmalı idi. Deməli, 2 doğru deyil. Qanatlanmaq məcazidir. Burada da səhvdir. Yüksəlmək. Özünü qiyim, özünü inanır səviyyəsi mütləq yüksəlir, onların uğurları isə artır. Belə şəraitdə əməkdaşın, pasiyentin özünü inamı və özünü qiymətlənməsi yüksəlir, onların uğurları artır. Təyyarə, bir də bu olacaq, məcazidir. Burada həqiqi mənadadır. Deməli, doğru cavabımız 1 cavab yazılmır və 1-4 D variantı. Mərhələlərə baxsaq, deməli, necə demək olardı? 5-dən başlayaq görək. Müəllim şagirdin potensialını və ona etimad və inam. Bunu demək olar, bax, 5 demək olar. 1-mi, 2-mi? 2 olar. Təşviqi qəbul edir. Yaxşı, 2. Elə 5-2 bir dənə Y variantında var. 11-dən suallar deyəsən səhv demişəm. Baxın, baxdım, yadıma düşdü. Doğrudur, yanlışdıra baxaq. Müəllimlər müəyyən şagirdlər gözləyən onların qeyri-iradi təsir göstərir. Bu doğrudur. Müsbət gözləntilən mənfi sonlar genetik səbəblər. Belə bir şey yox idi. Reaksiya vermirlər də yox idi. 1 var, 2-3 yoxdursa ehtimal ki, budur. Müəllimlər gözlənilən şuurlu şəkildə ötürməlidirlər. Təsadüf seçilmiş şagirdlər eyni inkişaf çata bilmirlər. Səhvdir. Müsbət sosial mühit insan düzdür. Deməli, cavab da 1, 4, 5. Mətndən çıxarılsa, bunu bayaq 11-lərdə demişdik. Bir dənə baxın, yadımdan çıxdı artıq. Burada səhv eləmirəmsə 1, 2, 4. Yəni, kağıza baxın. Mətn işlədikcə adamın yadından çıxır. Eyni şeyə baxa dayanırsan. Bayaq eləmişəm. 1, 2, 4 yazmışdı ora. Sonra rəhbər necə olmalıdır? İnamlı olmalıdır. Bir də nikbin olmalıdır. 1, 4. Yəni, tələbkarlıqla əlaqəsi yox idi. Nöqtələrin yerinə uyğun fikirlər yazın deyir. Nöqtələr haradadır?
Pigmalion effekti. Pigmalion. Hə, kifayət qədər inancı sübut etdi, təzədən izahını verir. Yəni uşaqlar uğur qazandılar. Yeni eksperiment, deməli Pigmalion effekti doğrudur və s. bu fikirləri yazmaq olardı. Sonra mətnə əsasən insanlar bir-birinin mikroiqlim yaratmasına şagird müəllimdən fərqli iki nümunə. Burada ən axırıncı abzasda pasiyent məsələsini yazır. Bir pasiyent, yəni onu yaza bilərdiniz. Bir də deyir ki, bax, müəyyən əməkdaşlarla bağlı rəhbərlər, bax, rəhbərlər yazır, əməkdaş yazır. Bunu yazsaydınız doğru olacaqdır. Ətrafdakı insanların çətin ailələrdən ən pis gözləntilərin özünü doğrultması səbəbi nə? Çünki onlara insanlar mənfi baxışla baxırdılar, müsbət baxışları ötürə bilmirdilər. Yəni, bu tipli cavablar versəz doğrudur. Yəni, çünki onlara yaxşı gələcəklərini ümidlə baxmırdılar ona görə. Müəllimlərin həmin şagirdlərlə bağlı gözləntilərini və onlara olan münasibətin dəyişməsi. Səbəbi nə idi? Çünki bunlara o iki nəfər demişdi ki, bir dəqiqə baxın, çox yaxın müddətdə istedadları büruzə verəcək. Yəni, orada belə deyək də, Rozental və Jakobsonun sözləri də demək olardı. Yəni, bunlar bu cür demişdilər və nəticədə dəyişdi. Əhatə edənlərin bir insan haqqında mənfi gözləntiyə sahib olması nəticəsində nə olacaq? Əhatə edənlərin bir insan haqqında, bu da ən sonda var idi, ən pis gözləntilər də özünü doğruldur. Özünü doğruldur nəticədə. Belə. Sonra elə yalanlar var ki, əxlaqa zərər vurmur. Hansı situasiya ilə? Yəni, onların xüsusiyyətində deyir ki, bu şagirdlər xüsusi əqli qabiliyyətlərinə görə seçilirlər. Bir bu, bir də burada nə demək olar? İstedadları büruzə verəcək filan feşməkan. Yəni, bunları yazsaz doğru idi. Sınaq həqiqətən çətin idi. Sizə uğurlar arzulayıram. Sağ olun.